2026-cı il həftənin bazar ertəsidir. Salamlayırıq sizi. Jurnalistika İnstitutundan salamlayıram sizi. Jurnalistika İnstitutundan magistr proqramlarının qəbulu başlayıb, magistrlərin. Ona görə bugün buradayıq. Gördüyünüz kimi və eşitdiyiniz kimi Ukrayna Silahlı Qüvvələrinin pilot uçuş aparatları bugün gecədən başlayaraq dünən bizim efir bitər-bitməz saatlardasa Bakı vaxtı ilə 1-2 deməli Moskva ətrafında Solnitsegorsk nəsə o adlar bizim üçün maraqlı deyil. Şəxsən mənim üçün çünki tanımıram heç oraları da, tanımaq da istəmirəm. Və Stavropol vilayətində cənub istiqamətli imperiyanın həm şimalında, həm cənubunda Ukrayna Silahlı Qüvvələrinin pilot uçuş aparatları doğrudan da çox ciddi əməliyyatlar həyata keçirdilər. Və məsələnin çox vacib olan bir tərəfi ondan ibarətdir ki, Rusiya iqtisadiyyatı, Rusiya neft-qaz sənayesi diversifikasiya edilməyib. Diversifikasiya yəni paralel təchizatı yoxdur. Diversifikasiya alternativ təchizatlar deməkdir. Rusiya özünə o qədər əmin olub ki zamanında və ona elə gəlib ki, güya ki, indən belə hər zaman ancaq o neft satacaq. Yəni demək istəyirəm ki, Rusiya içərisinə, yəni idxal üçün neft daşıyan xaricdən kəmərlər yoxdur. Və bu məsələlər də oradan çox ciddi məsələlərdir. Ona görə də güya deməli neçə milyard? 20 milyard rubl deməli verib təmir etdirmişdilər. Krasnodar vilayətindən Novomixaylovsk neft bazasının bu günlər Ukrayna Silahlı Qüvvələri onu yenidən məhv etdilər. Və Moskva vilayətində, Moskva şəhəri üzərində, Moskvanın özündə yox, amma vilayətində təxminən 60-70 kilometrliyində Ukrayna Silahlı Qüvvələri dəfələrlə əməliyyatlar həyata keçiriblər. Hətta ölənlər və yaralananlar var. Yəni bunlar da deyirlər, özləri təsdiq edir. Moskva vilayətinin qubernatoru deyir, Moskva şəhərinin meri bildirir və Krasnodar vilayətinin, Stavropol əyalətinin, Rostov vilayətinin, Bryansk, Kursk, Belgorod, Voronezh, bütün vilayətlər üzrə demək olar ki, ötən gecə Rusiya Silahlı Qüvvələrinin antidron proqramları, onlar da gördünüz necə işləyirlər. Güya Ukraynaya qarşı nəsə etmək istəyiblər. Bax belə, əziz dostlar, müharibə öz ciddi həddinə çatıb və bundan biraz da yəqin inkişaf edəcək hadisələr sonra dayanacaq. Və biləsiniz ki, biz danışdığımız bu dəqiqələrdə mən dediyim kimi Jurnalistika İnstitutundayıq. Çornobil adına auditoriyada da bu auditoriyanın açılışında çıxışım da olub. Bu çuğundan da yeri gəlmişkən bu direktorla Yuri Vladimiroviçlə daşıyanda bura çox ağır bir şeydi gətirəndə. Deməli, 1960-cı ildə Viacheslav Maksimoviç Universitetin Jurnalistika fakültəsini bitirib, onu biləsiniz. Biz bunu Lvov şəhərində sifariş vermişdik, özümüz qəbul edib gətirdi. Burada auditoriyada var, sonra açılışını da burada elədi və ən mən istərdim ki, tarix üçün qalsın burada. Müharibənin birinci günləri Ukrayna xüsusi əməliyyat qrupları burada yerləşirlər. Bax, mən göstərə də bilərəm. Və burada da dünyasını dəyişən jurnalistlərin xatirəsinə həsr olunur. Bu da bizim Valeriy Əhmədovdandır. Jurnalistika İnstitutunun deməli yetişdirməsi 2000-ci ildə. Burada gördüyünüz kimi bunları biz hamısını döyüş meydanlarından fərqli yerlərdən gətirmişik. Mən sizə yadınıza gəlib bir də söz vermişdim ki, sizə Koreyanın, Şimali Koreyanın paslı mərmilərini göstərəcəm. Bu paslı mərmilər, bunlar hamısı Koreyadan alınmadı, 70-ci illərin mərmiləridir. Bu isə Ukraynanın bu günləri istifadə etdiyi mərmilərdir. Nə demək istəyirəm? Demək, bu günləri Qətiyyətlilər koalisiyası Paris şəhərində yığılır. Bu yer gəlməsi Emmanuel Macronun keçirdiyi sonuncu tədbirdir. Sabah da Bastiliyanın götürülməsi tədbirində, paradında Ukrayna Silahlı Qüvvələrinin ayrıca bölümü iştirak edəcək. Ukrayna prezidenti də orada olacaq. Ukrayna prezidenti elə bu gün də Parisdədir və Ukraynada hökumət dəyişikliyi ilə bağlı demək danışaraq və icazənizlə bir də keçək. Burada
Burada mən bir də sizə göstərim. İstərdim ki, bunlar tarix üçün qalsınlar. Bax, birinci bizim günlərimizdir ki, ən birinci günlərdə qəbul edirdik həm də beynəlmiləl legionları. Ən birinci günlərdir və birinci hərbi jurnalistlərin olduğu günlərdir. Bu bizim dostumuz Viktor, indi, üzr istəyirəm, Sergey Karnaul hərbi jurnalistikanın deməli dekanıdır. Bu adamlar hamısı bugün Ukraynada çox ön yerdədirlər. Bu da Kiyev, nə deyirlər, kabusu. Kiyev kabusu yadınıza gəlirsə, Kiyev kabusu. Bax, həmin o bizim pilotdur. Bu da bizim tanıyırsınız, bilirsiniz. Unionun baş direktoru dostumuz. Belə. Sergey Vladimirovich Cherevati, yəni Ukrayna Forumunun daha doğrusu Dövlət Agentliyinin baş direktorudur. Bu da cənab keçmiş rektordur Bugrov, deməli Vladimir Anatoliyevich Sırskində görürsünüz. Yəni biz bunların hamısını başlanğıçda hamımızın üzrə bir yerdə olmuşuq. İndi kim harda necə bacarır maksimum effektlə deməli bu müharibəni aparır. Beləliklə 13 iyul 2026-cı il Ukrayna Silahlı Qüvvələri Rusiya İmperiya Mərkəzi Metropoliya Moskov vilayəti, Moskoviya, Moskovstoya bu günləri ağır zərbələr endirib. Təfərrüatların birazdan inşallah efirdə danışaraq, birazdan deyəndə yəni axşamüstü. Sağ olun, salamat qalın dostlar.